6 Mart Qoç, salam, əziz qoçlar. 6 Mart günü sizin üçün daxili bir sakitlik və planlaşdırma dövrüdür. Son günlərin yüksək tempindən sonra bugün biraz geri çəkilmək və enerjinizi toplamaq istəyəcəksiniz. İş mühitində gizli qalan məqamlar üzə çıxa bilər, odur ki, müşahidəçi mövqedə qalmaq sizə daha çox xeyir gətirər. Şəxsi münasibətlərdə partnyorunuzun mənəvi dəstəyinə ehtiyac duya bilərsiniz. Səmimi söhbətlər ruhunuzu sakitləşdirəcək. Bugün tələsməyin, hər şeyi axarına buraxın. Axşam saatlarında tək qalmaq və xəyallarınızı nəzərdən keçirmək üçün mükəmməl vaxtdır. Buğa, salam, hörmətli buğalar. 6 Martda ulduzlar sizin sosial həyatınızı və dostluq əlaqələrinizi canlandırır. Bugün yeni insanlarla tanış olmaq və ya köhnə dostlarla bir araya gəlmək üçün əla fürsətdir. Kollektiv işlərdə və ya komanda layihələrində ideyalarınızla fərqlənəcəksiniz. Maddi məsələlərdə gələcəyə yönəlmiş hədəfləriniz üçün dəstək ala bilərsiniz. Şəxsi həyatınızda isə dostluqla sevgi arasında incə bir bağ yarana bilər. Ünsiyyətdə səmimi və açıq olun. Axşamı səs-küylü bir mühitdə deyil, güvəndiyiniz insanların əhatəsində keçirmək sizə xoş enerji bəxş edəcək. Əkizlər, salam, çevik əkizlər. 6 Mart günü diqqətiniz tamamilə karyera və cəmiyyətdəki mövqeyinizdə olacaq. Peşəkar həyatınızda vacib bir addım atmaq və ya rəhbərliyin diqqətini çəkmək üçün ideal gündür. Sorumluluqlarınız artsa da, kreativ yanaşmanız sayəsində hər şeyin öhdəsindən gələcəksiniz. İmiciniz və xarici görünüşünüzlə bağlı edəcəyiniz dəyişikliklər ətrafınızdakiları heyran edə bilər. Şəxsi münasibətlərdə ciddiyyət və gələcək planları ön plana çıxacaq. Bugün hədəflərinizə fokuslanın və özünüzə olan inamınızı qoruyun. Uğur sizin tərəfinizdədir, cəsarətli olun. Xərçəng, salam, mehriban xərçənglər. 6 Mart günü sizin üçün yeni üfüqlər və öyrənmək günüdür. Zehniniz hər zamankından daha açıqdır. Bu da yeni məlumatları mənimsəmək və ya bir hobbi üzrə dərinləşmək üçün əla fürsətdir. Uzaqda yaşayan dostlardan xoş xəbərlər ala bilərsiniz. İş həyatında vizyonunuzu genişləndirəcək təkliflərlə qarşılaşmaq ehtimalınız yüksəkdir. Eşq həyatında isə fərqli baxış bucağına malik biri ilə maraqlı söhbətlər gününüzə rəng qatacaq. Bugün mənəvi dəyərlərə vaxt ayırın və həyatın sizə təqdim etdiyi böyük rəsmi görməyə çalışın. Hər şey sizin üçün daha aydın olacaq. Şir, salam, əziz şirlər. 6 Mart günü sizin üçün dərin emosional analizlər və maliyyə yenilikləri ilə yadda qalacaq. Maddi məsələlərdə, xüsusilə ortaq qazanclar və ya bank işləri ilə bağlı vacib xəbərlər ala bilərsiniz. Daxili bir çevrilmə hiss edəcəksiniz, sanki köhnə vərdişlərinizdən qurtulub yenilənmək vaxtıdır. Şəxsi münasibətlərdə ehtiras və səmimiyyət zirvədədir, partnyorunuzla aranızdakı bağ daha da dərinləşəcək. Bugün sirli və maraqlı mövzulara qarşı meyliniz artacaq. İntuisiyanıza güvənin, çünki o sizi ən doğru qərarlara yönəldəcək. Gücünüz daxili dünyanızdakı sükunətdə gizlənib. Qız, salam, dəqiq qızlar. 6 Martda bütün diqqətiniz ikili münasibətlər və tərəfdaşlıqlar üzərində olacaq. İstər iş, istərsə də şəxsi həyatda qarşınızdakı insanla harmoniya yaratmaq bugünün əsas mövzusudur. Əgər yarımçıq qalmış bir müzakirə varsa, onu sülh yolu ilə həll etmək üçün ən uyğun zamandır. Diplomatiya bugün sizin ən böyük silahınızdır. Sevdiyiniz insanla birlikdə planlar qurmaq və ya yeni bir işbirliyinə başlamaq üçün ulduzlar sizi dəstəkləyir. Subay qızlar üçün isə ciddi bir tanışlıq ehtimalı var, başqalarını dinləməyi və ortaq məxrəcə gəlməyi unutmayın. Tərəzi, salam, zərif tərəzilər. 6 Mart günü sizin üçün gündəlik rutinlər və sağlamlıq məsələləri ön plandadır. İş mühitində nizam-intizam yaratmaq və yarımçıq qalmış kiçik tapşırıqları bitirmək sizə daxili rahatlıq verəcək. Sağlam həyat tərzinə başlamaq və ya qidalanma rejiminizi düzəltmək üçün əla gündür. İş yoldaşlarınızla münasibətlərdə yardımsevərliyiniz diqqət çəkəcək.
Şəxsi həyatınızda isə kiçik detalların böyük fərq yaratdığını görəcəksiniz. Bu gün həm də ev heyvanlarınızla vaxt keçirmək və ya evdə təmizlik işləri görmək ruhunuzu dincəldəcək. Özünüzə qulluq edin və enerjinizi balansda saxlayın. Əqrəb, salam, güclü əqrəblər. 6 mart sizin üçün yaradıcılıq, eşq və əyləncə günüdür. Özünüzü ifadə etmək istəyiniz coşub daşacaq, bəlkə də bir hobbinizi peşəkar səviyyəyə qaldırmaq haqqında düşünəcəksiniz. Eşq həyatınızda romantik sürprizlər və xoş anlar sizi gözləyir, subay əqrəblər üçün isə yeni bir qığılcım yarana bilər. Uşaqlarla vaxt keçirmək və ya incəsənətlə məşğul olmaq gününüzü parlaq edəcək. İş yerində isə kreativ ideyalarınız sayəsində hamını təəccübləndirəcəksiniz. Bugün həyatın şən tərəflərinə fokuslanın və hər anın dadını çıxarın. Şans bugün sizinlədir, risk etməkdən qorxmayın. Ox atan, salam, macəraçı ox atanlar. 6 martda diqqət mərkəzinizdə ev, ailə və kökləriniz olacaq. Evinizdə hüzur tapmaq və ailə üzvləri ilə səmimi söhbətlər aparmaq sizə mənəvi güc verəcək. Bəlkə də mənzilinizdə kiçik dəyişikliklər etmək və ya qonaq qəbul etmək istəyəcəksiniz. İş həyatında biraz yavaşlamaq və daxili balansınızı tapmaq vacibdir. Keçmişdən gələn bəzi xatirələr və ya mövzular gündəmə gələ bilər, lakin onlara pozitiv yanaşmaq sizə xeyir gətirəcək. Maddi məsələlərdə ailəvi dəstək ala bilərsiniz. Axşamı ailə ocağında dincələrək keçirmək ruhunuzu tamamilə təzələyəcək. Oğlaq, salam, qətiyyətli oğlaqlar. 6 mart günü ünsiyyət və qısa səfərlər üçün olduqca aktivdir. Fikirlərinizi aydın ifadə etməyiniz iş yerində yeni müqavilələr və ya razılaşmalar gətirə bilər. Yaxın ətrafınızla, qardaş bacılar və ya qonşularla münasibətlərdə maraqlı yeniliklər gözlənilir. Zehni aktivliyiniz o qədər yüksəkdir ki, eyni anda bir neçə məsələni asanlıqla həll edəcəksiniz. Yeni bir şey öyrənmək üçün kitab oxumaq və ya araşdırma aparmaq sizə zövq verəcək. Eşq həyatınızda isə intellektual söhbətlər münasibəti daha da maraqlı edəcək. Bugün sözlərinizin gücünə inanın, onlar hər qapını aça bilər. Dolça, salam, yenilikçi dolçalar. 6 mart günü sizin üçün maliyyə və şəxsi dəyərlər günüdür. Gəlirlərinizi artırmaq üçün yeni imkanlar kəşf edə bilərsiniz. Maddi vəziyyətinizi daha stabil etmək üçün planlar qurmaq və büdcənizi nəzərdən keçirmək üçün ideal vaxtdır. Özünüzü daha güvənli və dəyərli hiss etdirəcək addımlar atın. Şəxsi həyatınızda praktik yanaşmalar və səmimiyyət ön plandadır. Sevdiyiniz insanla gələcəyə yönəlmiş maddi planlar haqqında danışmaq münasibətdəki güvəni artıracaq. Həmçinin bugün özünüzə kiçik bir yatırım etmək əhvalınızı yüksəldəcək. Öz gücünüzə inanın, hər şey yolunda gedir. Balıqlar, salam, əziz balıqlar. 6 martda bütün diqqətlər sizin üzərinizdədir. Günəşin bürcünüzdəki enerjisi sizə inanılmaz bir cazibə və inam bəxş edir. Bugün yeni başlanğıclar etmək, şəxsi hədəflərinizi müəyyən etmək və həyatınızda vacib dəyişikliklər etmək üçün mükəmməl gündür. Ətrafınızdakı insanlar sizin pozitivliyinizdən ilham alacaqlar. İş həyatında liderliyi ələ alın, ideyalarınız yüksək qiymətləndiriləcək. Eşq həyatınızda isə romantik və xüsusi anlar yaşamaq ehtimalınız çox yüksəkdir. Özünüzü sevin və kainatın sizə verdiyi bu fürsətləri cəsarətlə dəyərləndirin. Dünya bugün sizin ətrafınızda dönür, parlayın.